Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu və sələm alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecmain. Əmmə ba'd. Salihlərin Baxçası kitabında xeyir yollarının çoxluğu bölümünü davam edirik. Bu gün 18-ci hədisi burada götürəcəyik. Cəbir radiyallahu anhudan gələn hədisdə deyir ki, Allahın Resulü sallallahu aleyhi ve sellem dedi. Hər bir yaxşılıq sədəqədir. Hədisi Buxari rivayət edir. Nədir hədis? Hər bir yaxşılıq sədəqədir. Və başqa rivayətdə Huzeyfədən gələn rivayətdə isə Müslimdədir. Müəllif rəhməhullah bu xeyir yollarının çoxluğu bölümündə bu hədisi nəql edir. Cəbir ibn Abdullah radiyallahu anhudan ki, həqiqətən Peyğəmbər sallallahu əleyhi və səlləm demişdi ki, hər bir yaxşılıq sədəqədir. Yaxşılıq nədir? İnsanlar arasında yaxşı bilinən bir şey yaxşılıq deyilir. Yəni bu cəmiyyətdə yaxşı bilinən şeyə. Amma şəriətdə nədir? Necə bilinir? İnsan o şeylə Allaha ibadət edir. Bu yaxşılıqdır. O əməllə Allaha ibadət edir. Bu şəri məfhumdur yəni. İnsanlar arasında bilinən yaxşılıq var. Şəriətdəki başa düşmək isə o yaxşılıq əgər o şeylə ki Allaha ibadət olunur, yaxınlaşılır, o nədir? Yaxşılıqdır. Bu şəriətdə olan yaxşılıqdır. Yəni insanlar öz aralarında onunla müamilələr edirlər. Onunla həmçinin öz aralarında bilirlər ki, bu yaxşı bir şeydir. Bu hədisdə hər bir yaxşılıq nəyə şamil edir? Bunu da hər birini şamil edir. فَكُلُّ مَنْ عَمِلَ تَتَعَبَّدْ بِهِ إِلَى اللّٰهِ فَإِنَّهُ صَدَقَ. Yəni hər bir olunan əməl onunla Allaha ibadət olunursa da o sədəqədir. Hər bir adi qardaşınıza gülümsəmək nədir? Sədəqədir. Necə ki, keçən hədisdə gəlmişdi ki, hər bir təsbih, yəni Sübhanallah demək sədəqədir. Təhlil sədəqədir. Təhmidə sədəqədir. Yaxşılıq əmr etmək sədəqədir. Pislikdən çəkindirmək sədəqədir. Necə ki, vaxtı hədisdə keçmişdi Müslimdə, Əbu Zər radiyallahu anhudan gələn hədisdə. وأما ما يتعارف الناس على حسنه فهو أيضا ما يتعلق بالمعاملة بين الناس. Amma insanlar arasında yaxşılıq bilinən bir şey ki, onlar öz aralarında yaxşı kimi bilirlər. Bu onların insanlar arasında olan müamilə ilə bağlı olan bir şeydir. Nə ki, insanlar onu yaxşı bilirlər, demək o yaxşıdır. Çoxluqda. Yaxşı. Məsəl üçün, malla, vəzifə ilə yaradılmışlara ihsan eləmək. Bundan başqa olan ihsan növlərindən. Məsəl üçün, bundan başqa olan qardaşına gülər üzlə yanaşsın, gördüyün qardaşına təbəssüm edirsən. Yəni, heç vaxtı başqa vaxtı qardaşına baxmırsan belə. Görəndə pis olmasın sənə. Yumuşaq söz deyirsən qardaşına. Sonra ona onu sevindirəcək nələrsə edirsən, o sözlər deyirsən, əməl edirsən, onu sevindirirsən. Və yəqul əntə fi afiyyətin, məsəl üçün birinə deyirsən ki, bir insan xəstədir, şiddətli ağrıyır. Məsəl üçün deyirsən ki, sən afiyyətdəsən. Bu sözü deyirsən ona, niyyətində tutur ki, yəni səndən də pis olanlar var. Onlara nisbətdə afiyyətdəsən, amma şiddətli xəstədir də, amma o sözü deyəndə sual çıxa bilər ki, bəs bu afiyyətdə deyil axı. Niyyətində tutursan ki, səndən də şiddətli olanları vardır. Yəni, onlara nisbətdəsən, afiyyətdəsən. Niyə? O xəstənin qəlbinə xoşbəxtlik, sevinclik salmaq üçündür. Ola bilsin ki, o səbəb olar onun şəfası üçün. Onun üçün də görürsən ki, insan xəstə olduqda adi bir balaca bir xəstəlik olanda bir insan ona deyəndə ki, bu yüngül şeydir, insana zərər vermir. Belə bir söz deyəndə xəstəliyini unudur insan. Xəstəliyi unutmaq da şəfa üçün səbəbdir. Yəni, insan həqiqətdə cüzi bir xəstəlik fikirləşə şişirib böyük bir şey eləyə bilər. Amma böyük bir xəstəlik fikirləşmədən və bunun yüngül olduğunu belə psixoloji olaraq yanaşır, o xəstəlik Allah ilə getməsinə səbəb olar o. Məsəl üçün, insanın görsən ki, qəlbi xəstəliyə bağlanıbdır da, yəni onu çox fikirləşir. Yəni,
o fikirləşmə səbəbi görürsən ki, insanda o xəstəlik saxlayır, getmir. Məsələn, sizə bir misal çəkim. Bir kişi məsəl üçün yarası var. تجد أنه إذا تلهى بحاجة أخرى لا يحس بألم الجرح. Məsəl üçün, görürsən ki, başqa bir şeylə məşğul olsa, o yaranın ağrısını hiss eləmir. Elə şey olur. Yarası olan insan başqa şeylə məşğul olur, yaranı hiss eləmir. Lakin boş olsa, bu yara ilə məşğul olsa, yəni hətta elə hiss eləyəcəkdir ki, özündəki buju öləcəkdir. Yaradır da bir yaradır. O yarıya görə özündə ölüm hissi keçirə bilir ki, bu öləcəkdir bu yara. Əgər onun özünün o şeylə özünü məşğul eləsə. Bax ki, adi o işçilər var da, hambal deyirlər bizdə. Məsələn, bu hamballar yük daşıyanlar. Onlar fəhlələr, hərdə. O fəhlələr görsən ki, maşınlara yüklər daşıyırlar. Onu oradan boşaldırlar. Görürsən ki, bəzi hallarda yük hansınsa ayağına düşür, onu yaralayır. Lakin o qədər işə həmən şeylə yanaşır ki də, o işin üzərindədir. O yaranı hiss eləmir. Heç olmaz. O qədər görürsünüz də belə o fəhlələr görəndə yaralanır, amma işini yenə davam edir. Heç nə hiss eləmir. Ağrını hiss eləmir. Elə ki, boş olur, çəkilir qırağa, başlayır məşğul olmağa yara ilə, onu hiss edir. Subhanallah. Onda xəstəliyindən qəflətdə olması, onun qəlbinə sevinç salmaq və ona ümid vermək ki, inşallah Allah Taala sənə şəfa verəcəkdir. O da xəstəliyi unutsun, bu onun üçün daha xeyirlidir. Ola bilsin ki, səbəb olar, şəfa üçün səbəb olar. Demək, hədisə qayıtdıq, hər bir yaxşılığında nədir? Sədəqədir. Yəni, bu şey də yaxşılıqdır. Görürsən ki, bir nəfər sənin yanında oturubdur, görürsən ki, ondan çoxlu tər axır. Yəni, sən də nə edirsən? Götürüb onun tərini silirsən və yaxud da onu yelləyirsən və yaxud da ventilator ona tərəf tutursan ki, onun nədir? Azaldasan o tərini. Sən bu əməlinlə yaxşılıq eləmiş olsan, bu da sədəqədir. Düzdür bir şeydə, isti ölkələrdə daha çox bir şey olur. Götürüb birini yellədin ki, o təri geçsin, istiliyi geçsin, ona görə savab qazanırsan. Görürsən ki, qonaqları məsəl üçün gülər üzlə qarşılamaq, tez olaraq xidmət göstərmək, buna oxşar şeylər hamısı sədəqədir. Qonağın gəldi, gülər üzlə qarşıladın. Yaxşılıqlarda təbii ki, Allah üçün olmalıdır da. O heç yəni Allah üçün olmalıdır yaxşılıqlar. Bax ki, İbrahim əleyhissalama mələklər onun yanına qonaq kimi gəldilər. Neynədir İbrahim əleyhissalam? Onlara dedi ki, onlar İbrahim əleyhissalama dedilər ki, səlamən. İbrahim əleyhissalam dedi ki, səlamun. Fəmələ biz əncə. Yəni salam verirlər bir-birlərinə və az bir vaxt keçir İbrahim əleyhissalam neynir? Gedir onlara bir dənə şey gətirir. Ne deyirlər ona? Bizdə dana deyirlər də. Gedir dana gətirir. Farağa ilə əhli fəcə bi'icnin səmin. Kök bir dənə dana gətirir. Yəni burada alimlər deyir ki, farağa sözü mənası, yəni gizli və sürətli gedir. Yəni qonaqların xəbəri yoxdur. Bir dənə oturub gəlirlər, belə məsəl üçün. Və yaxud da ki, oturursan, riski getdi. Bir anlıq gözdən itdi, getdi, tez onu gətirməyə. Bu, onun nəyinə irəli gələrdi? Gözəl qonaqpərvərliyindən. Tez getdi, yəni onlara demədi ki, gedim nəsə gətirmişsə, yemək yeyirsinizmi, heç nə demədi. Ki, birdən deyərlər ki, yox, lazım deyil heç nə. Yəni, bu sözü eşitməmək üçün tez özü gedir, nə var onu gətirir. Yox, dana var, dalanı gətirir. Onlara deyir ki, Əv Yaqub, və yaxud da deyirlər ki, İntazir mən nuridu şeyən, yəni ola bilsin qoymazdılar, ona görə özü gizli olaraq nədir, tez getmişdi fərağa. Gedir, başqa bir ayədə deyir ki, və iclin həniz. Həniz nədir? Qızardılmış kabab kimi, belə deyək. Qızardılmış formada gətirir. Məlumdur ki, qızardılmış ət, kabab kimi pişirilmiş yeməklərin ən dadlısı olur, yəni hamıya xoş gəlir. Yəni. Demək, gedir həmin o dananı gətirir. Bu da ətin növlərinin ən əfsəlindən doğur. Çünki balaca dana əti həmişə tez pişir, yumuşaq olur. Onun yumuşaq və dadlı olur əti. Və qarrabəhu ileyhim. Onların qarşısına qoyur. Heç nə demədən. Onların qarşısına qoyur. Yəni və onlara deyir ki,
onların qarşısında onlara demir ki, onları uzaq yerə qoyub demir ki, gedin o otaqda yeyin, gəlin burada yeyin demir onu. Birbaşa gətirib qabaqlarına qoyur. Niyə qoyur qabaqlarına? Çünki deyir ərəblərdə yeməyə qərar qoyub insanları çağırmaq bu bir növ belə deyək də muruadan sayılır. Muru bir növ o ikilikdən deyil. Yəni sən harasa nəsə bir davay gəlin yeyin belə yox. Birbaşa gətirib qabaqlarına qoydu onların. Sonra dedi ki onlara ki, görəndə ki yemirlər, yemirsiniz? Sual verir. Yəni burada onlara demədi ki, yeyin. Belə söz demədi. Demək, yeyin. Yemirsiniz? Sual kimi yəni. Burada sanki onu ərz edir onların qabağına, onları əmr eləmir onu. Əmr yaxşı çıxmır. Yeyin yenə. Sual kimi qoyur, yəni ki, ərz edir, yəni yeyin, yəni mənasında. Lakin mələklər yemirlər, çünki mələklər onların cəvfu yoxdur, əcvafları yoxdur, yəni onların daxili yoxdur. Bizdəki mədə, bağırsaq, qaraciyər, belə şeylər yoxdur onlarda yəni. Allah Subhanahu taala onları nədən yaradıbdır? Nurdan yaradıbdır. Onların cəsədi bir cəsəd kimidir. Yəni bizdəki kimi deyil yəni. Hissələrə bölünmür. Onlar nə yeyirlər, nə içirlər, nə yüngül, nə ağır bayıra çıxırlar. Yusabbihunəl-leylen vən-nəhara la yafturun. Allah gecə gündüz təsbih edirlər, yorulmurlar bunlar. Mələklər subhanallah. Budur. Həmişə deyirlər ki, subhanallah, subhanallah. Həmişə belə deyirlər. Yemək yemirlər. Bunun üçün də yəni onlar yemirlər yəni. Və belə olanda İbrahim əleyhissalam fəəvcəsə minhum xifə. Özündə qorxu hiss edir. Xifə, qorxunun balaca bir səsi, özündə bir qorxu hiss edir ki, bunlar bunu yemədilər. Ərəblərin adətindəndir ki, əgər qonaq onlara gəlib bir şey qabağına qoyanda yemədikdə deyirlər ki, bu nəsə şər istəyir. Əgər sən ərəblərə gedəndə qoyulan yeməyi yeməsən oradan nəsə, onların adətində var ki, onlar fikirləşirlər ki, bu nəsə şər istəyir. Şər istəməsə yemək yerdir. Onun üçün də bizim də deyil, İbn Hüseyn Ramla danışır da, yəni Saudiyədə. Deyir, bizim də deyil, indi olan adətimiz odur ki, qonaq gəldikdə, yemədikdə biz deyirik ki, bu yeməkdən dad gələn. Bu yeməkdən dad gələn. Əgər o ondan dadmasa, biz deyirik ki, bu nəsə bizim üçün şər istəyir bu kişi. Gələn kişi biz onu inkar edirik də, yəni İbrahim əleyhissalam inkar elədiyi kimi. Yəni öz nəfsində qorxu hiss edir. Onda mələklər ona deyirlər ki, lə təxaf, qorxma ki. Qorxma deyirlər, sonra işi açıqlayırlar. Niyə gəliblər? Vəziyyəti onu açıqlayırlar. Ona deyirlər ki, qorxma ginən və onu alim bir oğlanla müjdələyirlər. Deyirlər ki, yəni sən uşağın olacaqdır. İbrahim əleyhissalama deyirlər. Və kənə qad kəbura və kənət imraatu qad kəburat. Özü də yaşlaşmışdı. Həyat yoldaşı da yaşlaşmışdı. Və yoldaşı bu müjdəni eşidir, yaxınlaşır qapıya belə, müjdəni eşidir, çığırır. Çığırır və üzrə bir, belənci. Və qalət acuzun aqim, yəni mən acuz, yəni yaşlı qadına deyirlər və şəhvətini itirmiş uşaqmı doğacaq? Çığırır, belə bir şey, bax bu formada edir yəni. Və mələklər deyirlər ki, kəzəliki qalə rabbuki. Sənin Rəbbin belə deyibdir, yəni. Allah, Rəbbimiz nə istəyir, onu edir, yəni. Əgər bir şey istəyərsə də ona deyir, ol, o da olar. Subhanallah, yəni. Ona görə biz hər bir şeydə yəqin olmalıyıq, yəni. Rəbbimiz barəsində bir şey bizə veriləndə də, bizdən alınanda da, yəni bilməliyik ki, nə edirsə Allah Subhanahu bizim məsləhətimiz üçün, bizim xeyrimiz üçün. Rəbbimiz barəsində biz yaxşı zəndə olmalıyıq. Evladımız əlhəmdülillah var demək, Allah Subhanahu bu məsləhət verib, bizə verib. Əgər kimisə evladı yoxsa demək hikmət var, nəsə bir xeyir var, ona görə vermir. Değişməsində sən imtahan edir, yoxlayır, sən başqası üçün ibrət olursan, özündə səbir edib salaman Allahdan istədikdə sənin üçün əcr vardır. Başqası üçün ibrət olsan, onların o nemətlərə görə şükrlərini artırırlar sənin görəndə. Və beləncə. Mələklər deyir ki, innəhu huvəl həkimul alim. Burada ayədə deyir ki, Allah Teala Zərriyyət surəsindədir. O deyir, həkimdir, alimdir. Yəni Allah Subhanahu taala həkimdir və alimdir. Başqa surədə əl-alim sözü daha bir əvvəldə gəlir. Həkim söz ondan sonra. Bu məsələdə, yəni qadının yaşlı vaxtda
doğa bilməsi bu nəzəriyyədən kənar olan bir şeydir. Heyzi kəsilmiş qadın, yaşlı bir qadın nəzəriyyədən kənar bir haldadır ki, bu doğa bilər. Nəzəriyyədən kənar olduğu üçün və yalnız nadir bir hallarda ola biləcək bir şey olduğu üçün burada hikməti qabaqda gətirir. Allah Taala sifəti hikmətdir. Həkim adıdır. Hikmət onun sifətlərindəndir. Yəni Allah Taala həkimdir. Sən doğacaqsan yaşlı halında. Allah Taala hikməti ilə Allah Taala bunu belə istəyir. Mühüm odur ki, İbrahim əleyhissalam e, gözəl qonağa yaxşılıqda misal çəkilən bir kəsdir. Qonağa yaxşılıqda misal çəkilən bir kəsdir. Qonağa yaxşılıq da yaxşılıq etmək yaxşı olan şeylərdəndir. Və hər bir yaxşılıq da sədəqədir. Necə ki, Əs-Sadiqül Məsduq əleyhissalatu vesselam bu barədə bizə xəbər vermişdi. Gələn səfər 19-cu hədisi götürərik. Allah təala istəyirəm ki, bizlərə faydalardan olsun.